Hər şey sağlam dostlar, necəsiniz? Dostlar, bir sürə zəpçət almışam. Part 2 videosudur. Hardadığım və qiymətlərini deyəcəm. Demişdim ki, ya 5 ya da 10 abunə olsaq, part 2 gələcək. Çox sanki 6 abunəmiz oldu. Bu videoda 10 like gəlsə və 10 abunə olsa, part 3 gələcək. Yəni çox almışam dostlar. Bunlar %20'sidir ya da heç %10'dur. Dostlar, birinci belə bir zıpçı almışam. Bunun qiyməti ya 1.50 idi ya da 2 manat. Bilməm baha almışam ya yox. Bunlar dostlar hamısını sədrəkdən almışam. Sədrəkdən almışam. Şirniyyat bazarından. Daha belə dostlar Grand Blanc Flower var. Adını tam deyə bilmirəm. Qoyaq bu belə. Daha belə dostlar şarkımız var. Yəni bu qiyməti 50 qəpidir şarkının. Nəsə. İki dənə belə dostlar paskamız var. Bu paska dostlar zayıf partlayır deyəsən. Bunu bilmirəm. Bunlar deyəsən zayıf partlayır. Bunu 2.80 aldım. Paskası. 2 paska. Bunlar deyəsən dostlar bu zıpçılar deyəsən zayıf partlayırsan. Maraqlılardan neyi göstərim? Maraqlardan dostlar belə bir fişəng almışam. Deyəsən fişəngdir. Big Silver Cracker. Belə. Bunu qoyaq. Bunu bura. İkinci dostlar A5 almışam. Bunun qiyməti ya 1.50 ya da 2. Bunun da 2.50. Top almışam dostlar. Topun qiyməti 50 qəpik. Qoyaq. Biraz yaxınlaşdıraq. Axırda dostlar bir dənə blokumuz qalıb. Bu part 1-də göstərdiyim blokdur. Mickey Mouse'un bloku dostlar. Belə. Bunun qiyməti 20 manat idi. Bunu da qoyaq belə. Nəsə qalsın belə. Belə dostlar. Yəni 12 dənə paskam var toplam. 12 dənə. 12 dənə paskamız var. Biraz da böylələrdən var. Belə. Bu dostlar mənə maraqlıdır. Çox maraqlıdır. Görürsən bu yəni necə bir şeydir. Fişəngdir bu.